Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Bugün sizlər üçün Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində belə bir mənzili təqdim edirəm. Mənzilimiz 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi yaşayış sahəsi 64 kvadrat, 3 otağa düzəlmə. Çəkilişə qonaq otağından başlayıram. Gördüyünüz kimi səliqəli təmir və burada da Yeni Bakı yaşayış kompleksində tavanın hündürlüyü təmiz 3 metr qalır. Yəni gördüyünüz kimi hündürdür. Yəni gördüyünüz televizordur, stuldur, divandır, mebel dəstidir, kondisionerdir. Bunlar hamısı pərdə, bunlar hamısı satış qiymətinə aiddir. Qiymət də ki, əla qiymətdir. Qiyməti nəzərinizə çatdırım, 106 min manat təklif olunur, real alıcıya endirim olacaq. 3 otağa düzəlmə. Qonaq otağından keçid alırıq eyvana. Eyvan hissəsi buradadır. Kombi bura salınıb. Çox gözəl bir yerdə yerləşir. Sakit məhəllə, məktəb, bağça, digər zəruri iaşə obyektləri hamısı binaya yaxın ərazidə yerləşir. Yataq otaqlarından birincisi, yəni gördüyünüz kimi belə bir bölgə olunubdur. Otaqlar arasında pəncərə ilə bölünübdür. Yəni burada gördüyünüz yataq dəsti hamısı satış qiymətinə aiddir, qalır. Döşəmə birinci növ palıd taxtadan da göstərirəm. Döşəmə, şam döşəmə. Burada isə ikinci yataq otaqdır. Yəni burada da gördüyünüz əşyaların hamısı qalır. Təbii ki, şəxsi əşyaları çıxmaq şərti ilə. Mətbəx bura salınıbdır. Mətbəx buradadır. Mətbəxdən götürülür paltar yuyandır, soyuducu və mikrovolnovka. Yəni televizor qalır. Qalan əşyalar dediyim kimi qalır. Mətbəxdə olan divandır, stollar hamısı qalır. Burada isə sanitar qovşaqlardır. Sanitar qovşağı ayrı-ayrıdır. 7 mərtəbəli binanın 2-ci mərtəbəsi. Sağdan girişdə belə bir şkaf yığılıb və giriş hissəsində də belə bir böyük şkaf var. Yəni istənilən qədər paltar, əşya yığmaq mümkündür. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi 3 otağa düzəlmə, 64 kvadrat, əşyalı. Qiymət 106 min manat təklif olunur. Real alıcı endirim yeri var. Kupçadır, dövlət ipotekasına yararlıdır. Əlavə suallarınız olarsa 050 205 44 55 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Kanalımıza abunə olub bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.